Deməli, ikinci sualda look after biz bilirik qarğısına qalmaq, look for axtarmaq, look at isə baxmaq deməkdir. Look at bax oğlana velosipedin üzərində olan, üzərində sözü hansıdır? On. Deməli ki, cavabımız D variantıdır. Və üçüncü nöqtələrdə without-la biz no yaza bilmədiyimiz üçün, yəni ki, without inkarla işlənmir, sızsız deməkdə onsuz da with no hand showing off olacaq. Üçüncü suala baxaq. Üçüncü sualımızda break up ayrılmaq, break in içəri daxil olmaq, break off və break out. Break off sönmək, break off isə kəsmək deməkdir, yəni bitmək deməkdir. Bir kəs, kimsə, birinci cümlədə kimsə içəri daxil oldu, break in və uğurladı mənim notebookumu. O söhbətini bitirdi, nə zaman ki telefon çalanda o söhbətini bitirdi. C variantı break off. Yanğın söndü gec zavodda gecə 3 4 isə o ayrıldı keçən ay. Ondan 4A variantı düzgün cavabımız B variantı olacaq. Dördüncü suala baxaq. Deməli ki, burada variantımız inversiyadır. Was her answer too ambiguous? For anyone to understand. Onun cavabı çox iddialıydı. İstənilən hər kəs üçün başa düşməyə iddialıydı. Düzgün cavabımız A variantıdır. 5-ci suala baxaq. Understand. Doğru cevabımız A variantı olur. 5-ci sualda choose a correct inversion. Choose a correct inversion'a baxırıq. Deməli ki, burada düzgün olan variantı seçmək lazımdır. Choose a correct inversion'da such intense was the storm. Biz bilirik ki, inversiyada söz sırası so intense. Biz bilirik ki, such intense yaza bilmərik sifətlə, so işlənir. So intense was olmalıdır, xəbər, sonra isim olmalıdır. Really'dən sonra isə have we seen demək lazımdır. A variantında so deməliyik, ona görə çıxırıq. B variantında rarely we see olmaz, have seen olmalıdır. C variantı doğrudur. D variantında so qabağa keçməliydi. Burada E variantında such olmaz, so intense olmalıydı.